Heç ağlıma gəlməzdi ki, qarabaşaqdan bu qədər gözəl, dadlı, doyumlu kotlet alına bilər. Əvvəlcə qarabaşağı yaxşıca yuyub təmizlədikdən sonra bir qaba əlavə elədim. Üzərinə isə kök, 1 ədəd kartof, üzərinə gəlincəyi kimi su əlavə edib qapağını bağlayıb qaynamağa qoydum. Qaynayandan sonra başqa bir tavaya yağ əlavə edib 1 ədəd xırda doğranmış soğanı yağda qızartdım. Qızarandan sonra qreçkanın üzərinə əlavə elədim. Duz, istiot, paprika, 2 ədəd yumurta, 1 stəkan yarısı qədər suxarı əlavə edib yaxşıca qarışdırdım. Qarışdırandan sonra başqa bir tavaya yağ əlavə edib əlimi suya bulayıb kotletləri hazırladım. Kotletləri yağ qızarandan sonra kotletləri əlavə elədim. İki tərəfini yaxşıca yağda qızardıqdan sonra süfrəyə servis eləyib nuş elədik. Mütləq hazırlayın. Çox möhtəşəm, çox dadlı kotletlər alınır. Həm görünüşü estetik, həm də dadı möhtəşəm alınır. Mütləq sılamalısınız, çox dadlı olur.